Salam aleykum. Dava xəstəliyi haqqında bir məlumat vermək istəyirdim. Son zamanlar bu xəstəlik Azərbaycanda çox yayılıb. Əslində bu ölümcül bir xəstəlik deyil, sadəcə heyvanın ağzına və ayaqlarına yaralar çıxır. Heyvan yem yeyə bilmədiyinə görə müqaviməti düşür. Düzgün müalicə də aparılmadıqda heyvanda iltihab əmələ gəlir və qana infeksiya keçir. Bu xəstəlik daha ağır formasına gəlir. Yəni burada ən çox edilən səhvlərdən biri də qabaqcadan vurulan antibiotiklərdir. Misal üçün qonşuda deyək ki, davaq var, sizdə də hansısa bir heyvanda hələ yenicə görürsünüz və siz bütün heyvanlara antibiotik vurursunuz. Yəni antibiotik heç bir virusa təsir göstərə bilmir, sadəcə heyvanı ümumi olaraq immunitetini aşağı salır. Heyvan davaq xəstəliyinə tam yaxalandığı vaxtda vurduğunuz antibiotik nəticə verməyə bilər. Yəni buna görə həkimlə məsləhət eləyin. Bu xəstəlik hər il mutasiyaya uğradığına görə daha ağır keçirir. Ona görə də bəzən 2 antibiotiki eyni vaxtda istifadə etməklə daha yaxşı nəticələr əldə etmək olur. Yəni bu xəstəlik çox ölkədə var. Hal-hazırda Çində çəkdiyimiz bu fermada da var. Burada da ağır formada olduğuna görə bütün bazarlar bağlanıb. Bu xəstəlik həmişə olub, olacaq da. Yüngül keçirməsi üçün Allahın izni ilə çalışın, qabaqlayıcı tədbirlər görün. Dünya praktikasında vaksin çox yaxşı nəticə verir. Çalışın bir də fermalarınızda formalin və yaxud da başqa dezinfeksiya dərmanlarından istifadə edin.